Salam dəyərli abituriyentlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri sizinlə hamımızın yaralı yeri olan, hansı ki, ikinci cəhd imtahanında nələr etməliyəm, baxmayaraq ki, mənim ixtisasım, yəni sizin ingilis dili sizin belə deyim qrupunuzda yoxdur. Sadəcə bunu paylaşmağı, ikinci cəhddə hazırlaşanda mən nələr səhv etmişəm, siz nələr səhv etməməlisiniz, bu haqqda məlumat paylaşmağı özümə borc bildim. O səbəbdən gəlin başlayaq. İlk olaraq onu sizə deyim ki, mənim nəsə şansımla əlaqədar bir şeydir məncə. Bir universitetə qəbul olanda bakalavra həmin ildə ikinci şansı ilk dəfə olardı ki, ikinci şans məsələsi ortaya çıxmışdı. Hansı ki, biz ikinci dəfə də ödəniş edib yenidən elə deyim, dövlət imtahanı verə bilərdik. Yəni bizim vaxtımızda hələ blok buraxılış yox idi, hamısı bir yerdə idi. Magistrdə də elə oldu. Magistra da başlayanda dedilər ki, 2 dəfə cəhd olacaq. Əvvəl amma bir dəfə iştirak etməyə şansım var idi. Həqiqətən mən özüm də siz daxil hamımızı şanslı adlandırırıq. Çünki şansın var ki, birinci imtahanda elədiyin səhvləri sən ikincidə etməyəcəksən. Bu bizim üçün çox böyük bir plusdur. Okey, gəlin birinci başlayaq. Mən birinci cəhd imtahanında nələr etmişdim, ikinci cəhd imtahanında nələr etdim ki, daha uğurlu nəticə əldə etdim. Deməli, birinci cəhd imtahanı, səhv etmirəmsə, aprel ayının 31-i falan idi, belə bir şeydi. Hansı ki, mən o imtahanı verəndə həmin vaxtı biraz baş qarışıqlığı idi, nəsə bizdə də qohumun toyu olmalı idi deyəsən. Bir riyaziyyatdan bir dərs var idi, loqaritma. Həmin dərs keçiriləcəkdi və mən özüm kursda oxuduğum üçün, Bakıxanov Hazırlıq Mərkəzində oxumuşam bu arada. Kursda bilirsiniz ki, yəni əvvəl də elə idi. Yəni dərsi bir dəfə keçirsən və onunla sonlanır və o dərs sən olsan da olmasan da keçirilir, məcburdur. Çünki bu qrup dərsidir və biz dərəcə qrupuyduq. O səbəbdən geridə qalmaq kimi bir şansın yox idi. Birinci imtahanda bir dənə xeyir iş var idi deyə qohumlarımla. Məcbur gözümün suyu tökülə-tökülə o imtahana getmişdim. Getdim o imtahanda o sualı səhv elədim uşaqlar. Yəni o mövzuda ağladım ki, yəni mən o dərsdə olmayacağam və mən o sualı bilməyəcəm imtahanda. Amma dedilər ki, bir sualdır da, heç nə olmaz 5 baldır. Bizdə 3-cü qrupda riyaziyyat 5 bal idi. Amma gedib 25 sualdan bir səhvimi onda eləmişdim bu arada. Nəysə, bəzən iç səsimiz bizə bəzi şeylər deyir, amma da ağ eləmək olmasa da qohumun toyumuna da getmədim, day nə oldu? Amma birinci imtahanda nəticəm çox da ürəkaçan olmadı, onu demək istəyirəm. Birinci imtahan 449 bal toplamışım, təsəvvür edin, 449 bal hara, 589 bal hara. Nə səbəb var idi orada? Səbəb o idi ki, birincisi çətin idi, necə ki bu ilk olduğu kimi, hər il olduğu kimi, nəysə, uşaqlar gözümü qorxudublar ki, mənimə ekspertlər baxa bilər. Çox da hər ürəyinizdən gələni YouTube-da danışmayın. Mən də onların fikirlərini nəzərə alaraqdan biraz üstü örtülü formada danışıram. Yəni çətindir, məlum səbəblərdən də bilirik nəyə görə çətin olur. Yəni hər il belədir, heç təəccüblənmədim. Amma həvəsdən düşən çox şagird gördüm. Yəni indi işdən gəlmişəm, yay qrupunun dərsi var idi Eylər Akademiyada. Görürəm ki, hamı belə süst olub, elə motivasiyası düşüb. Deyirəm, nə olub sənə? Heç də müəllimə. Görürsən ki, həm nəticədə çıxmayıb, onun dərdini çəkirlər. Motivasiyalar da yoxdur. İsti də bir yandan, həqiqətən də şagirdləri çox yorur. Amma demək istədiyimiz odur ki, görün onun üstündən nə qədər il keçib. Mən də eyni, yəni sizin yaşadığınız hissləri yaşamışam. Amma nə olsun, görürsünüz ki, nəticə şükür Allah göz qabağındadır. Hər şey də çox da gözəl oldu. Yəni bu günləri yadınıza salanda məncə güləcəksiniz ki, mən nəyə görə pis olmuşam. Okey, mənim birinci imtahandan, yəni aşağı bal deyil, amma mənim üçün təbii ki, əziyyətimə görə aşağı idi. 449 bal o səbəbə görə aşağı idi ki, tarix çox aşağı olmuşdu. Necə ki, bizim ildə də çətin idi. 14 düz yazmışdım. Səhv etmirəmsə ya 13 düz, ya 12, ya 13, ya 14 düz. İndi nəticələr yadımda deyil. Kaş əvvəlki telefonum qalsaydı, baxardım. Nə etdim mən bu tarixin aşağı olduğunu görəndə? Çox demotivated oldum. Heç mən sınaq imtahanlarında 400 bal nə olan bir şeydi mən görməmişəm. Həmişə 500 plus, 550 plus, 650 arası bal yığırdım. 640 olub, 606, 612 bu ballar nəticələrimi saxlamışdım. Oradan yadımdadır. Nəsə yüksək ballar olub da pis olmayıb yəni. Şoka düşdüm. Tarix dedim nəyə görə belədir. Düzü tarixi sevmirdim. Allah var həqiqətən. O tarixi oxuyanda ki, mənim gözümün suyu tökülə-tökülə o tarixi oxumuşam yəni. Mən bir şey etməli idim və nəticəm də ona görə qalxmalı idi və mənim istədiyim baladı, mənim balım çatmırdı. Yəni indiyə kimi hər şey əldə edən, hər şeyə nail olan mənə bu çox pis təsir eləmişdi. Biz də belə bir şey etdik. Tarixdən həmin kursun müəlliminə dedim ki, olar ki, məni həm də fərdi hazırlaşdırasınız. Çünki həqiqətən də qrupdan əlavə mənim fərdi bir dəstəyə də ehtiyacım var idi. Kursun qaydaları olaraq şəxsən mən də Eylər Akademinin heç bir şagirdini
fərdi olaraq hazırlaşdıra bilmərəm. Çünki həm halallıq məsələsi var, həm də yəni qayda qanun budur. Müəllim də təbii olaraq dedi ki, yəni nə qədər xətrini çox istəsən də mümkün deyil. Mən dərsində sənə daha çox dəstək olmağa çalışacağam, bla bla və bu məni yəni razı etmədi bu qərar. O səbəbdən başqa bir tarix müəllimi tapdım və kursla bərabər onunla da hazırlaşdım. Və onun çox güclü taktikası və tələbkarlığı nəticəsində, çünki tarix həqiqətən əzbər istəyir sadəcə və mənim də əzbərləməyə həqiqətən də səbrim yox idi. Və nəticəni çox gözəl şəkildə qaldırdıq. Sadəcə yenə də o mənə deyirdi ki, sənin diqqətsizliyin. Mən necə ki şagirdlərə deyirəm, diqqətsizlik məni narahat edir. Çünki mənim özümdə də diqqətsizlik suallarda həddindən artıq çox olurdu. Həm də tarix bildiyiniz kimi sevmədiyimə görə və mənim həqiqətən də ulduzlarım barışmırsa bir şeylə, yəni onu sevmirəmsə sevmirəm. Zülmlə, yəni mən o nəticəni əldə eləmişəmsə, tarix müəllimim, Ruslan müəllim və İlyas müəllim sayəsində əldə elədim. Üzərimizdə çox çalışdıq. Hər gün onun yanına gedirdim, hazırlaşırdım və düzgün şəkildə yanaşmanın nəticəsi olaraq da mən nəticəmi qaldırdım tarixdən və nəticəmdə 449, 589 neçə bal eləyir? 140 bal artırdım, yəni 2 ay ərzində. Çox şükür, buna da şükür. Təbii ki də demişdim əvvəlki videoda. Daha yüksəkdir, amma Allahdan xeyirlisi. Bəzən həqiqətən də başımıza gələn bir şeylər, yəni bizim üçün xeyirlisidir deyə gəlir. Yəni oxuduğum kitablarda inan onu göstərir. Yəni keçmişdə qalmaqdansa bir addım atın, qabağa atın. O addımın böyüklüyündən, kiçiliyindən asılı olmayaraq. Tövsiyəm odur ki, addımınızı böyük atmayın. Çünki böyük addım atanda həmişə insan tez yorulur. Amma kiçik-kiçik addımlarla yavaş-yavaş gözlə görülə biləcək dərəcədə siz irəliləyişi görəcəksiniz uşaqlar. Yəni bunu deməkdə məqsədim odur ki, həvəsinə qəti şəkildə düşmürsünüz. Motivasiya çox önəmlidir, amma onunla paralel, ondan da daha çox önəmli disiplindir. Sənin disiplinin davamlı olsa, motivasiya da onunla paralel gələcək. Özünlə daha çox qürur duymuş olacaqsan. Həmçinin də xarakterinə möhkəmlənmiş olacaq. Sizə bunu deyim. Yəni heç nə oturduğumuz yerdə bu formada otura belə hazır halva gəlmir, yəni uşaqlar. Demirəm sizə, ay bütün günü kitab oxuyun, kitabdan əl çəkməyin, ya telefonu özünüzə necə deyim, uzaqlaşdırın, sosial şəbəkədən uzaq qalın, yox. Amma özünüz bilirsiniz də nəyə nə qədər vaxt ayırmaq lazımdır. Şəxsən misal üçün mən öz şəxsi təcrübəmdən və elədiklərimdən danışıram ki, siz eləməyin. Mənim 11-ci sinifdə kino saatına baxdığım qədər ömür boyu heç bir yaşımda olmuyor. Kifayət qədər boş vaxtımı kinolara, bir də yadımdan çıxmaz türklərin kinosu var idi, hərbi bir kino idi. Kinonun adı deyəcəm sizə nə idi? Adı yadımdan çıxdı, gözlə. Hə, uşaqlar, getdim, ərinmədən YouTube-dan axtardım kinonun adını, Söz kinosu, ona baxırdım uşaqlar. Bir bölümünü belə bir gün qaçırmırdım, ondan əlavə başqa kinolara da baxırdım, yəni heç birini qaçırmırdım. Həqiqətən onunla dərslərimə necə vaxt ayırdım bilmirəm, kaş o vaxtda, yəni ona sərf elədiyim vaxtda tarixi daha yaxşı oxuyardım. Yəni riyaziyyatım, digər fənlərim həqiqətən çox yerində idi və mən xatırlayıram ki, ancaq tarix oxumuşam 2 ay ərzində, riyaziyyatda heç nə əlavə, heç nə eləmədim. Azərbaycan dili idi, ədəbiyyat idi, dərs boyunca oxuyurdum. Yəni dərs boyunca sual-cavab eləyirdik, proqram çünki bitmişdi. Yəni qalanları quite okay idi məndə, bir dənə tarix. Yəni nədən zəifliyiniz varsa, düzü təbii ki, digərlərini də təkrar edin, amma ən çox zəif olduğunuz fəndən qaçmayın. Yəni mənim ən böyük mənfi cəhətim nədir? Qorxduğum fəndən, qorxduğum deməyim də, yəni mən hələ bir şeydən qorxmuram, amma belə deyim, istəmədiyim bir fəndən və marağım olmadığım bir şeydən ona üstünlük verəcəyimə gedib digər işlərlə məşğul olmuşam. Başımı bir şeylə qatmışam. O videonu məncə görərsiniz. Tutaq ki, saata baxıram, saat tutaq ki 19:30-da deyirəm ki, başlayacağam da dərsə. Görürəm ki 19:31-də deyirəm ki 19:45-də başlayaram. Həmin saat olmadısa deyirdim ki, saat 20:00-da başlayaram. Və belə təxirə salırdım. Çox mənfi cəhəti idi bu. Yəni boş-boş vaxtımla oynayırdım. Bilmirdim ki, vaxtımı nəyə xərcləyirdim də. Ya bir anlıq fikrə dalırdım, gedirdim, fikrim yayınırdı, nəsə fikirləşirdim. Yəni elə olanda özünüzü ələ almağa çalışın. Yəni mən ondan sonra psixoloji kitablar çox oxudum. Yəni həm diqqətimi yaymaq ilə əlaqədar, həm də mən şagirdlərlə məşğul olduğum üçün onların da psixologiyası mənim üçün çox maraqlı idi. Yəni onda gördüm ki, həqiqətən də tək mən deyilmişəm bu düşüncədə olan. Yəni belə olması çox normaldır. Sadəcə sənin bunun fərqinə varıb üzərində işləməyin lazımdır. Burada qeydlər götürmüşəm. Motivasiya ilə bağlı qeydimi dedim sizə, yəni fikirlərimi dedim. Əsas məsələ nə yazmışam burada? Cavabın çıxmağını gözləməyin. Yəni yenə işinizi təxirə salırsınız. Ay cavab çıxsın, ondan sonra daha yaxşı olacaq. Xeyr. İndi atdığım bir qabağa atdım, imtahanda da sənin qarşına çıxacaq. İnan ki, yəni sənin çəkdiyin əziyyətin həmişə nöqtə vergülünə qədər bəhrəsini görəcəksən dəyərli şagird. Həqiqətən bunu sənə deyirəm.
Yəni ona görə boş-boşuna gözünün yaşını töküb və yaxud da moody belə baxmağının heç nəyə xeyri yoxdur. Valideynlərini də daha çox stresə salmış olursan. Mən inanmıram ki, indiki zamanədəki valideynlər övladlarına çox demotivasiya eləyər. Bəlkə də çəkdiyiniz əziyyətə görə demotivate ola bilərlər ki, nəyə görə sən bu balı yığdın və yaxud da səndən nə qədər level olaraq aşağı tələbələr nə qədər çox balı yığdı. İnanın ki, mən onları qınamıram. Çünki sizin potensialınıza görə, belə deyim, onlar narahatlıq keçirdirlər ki, mənim başıma da gəlib bu. İndi ona keçək. Misal üçün nə məsələ idi? Düzdür, hər birini kurs yoldaşım xətrini, hər birini çox istəyirəm. İndi bilmirəm, YouTube videolarıma baxırlarmı ya yox. Baxmasalar daha çox məsləhətdir. Yadımdadır ki, 14 nəfər idik. Orada Sona adlı bir qız vardı. Sağ olsun, indi də əlaqəm ondan yaxşıdır. İndi xaricdədir. Mənə tarixdən dəstəyi həddindən artıq çox olmuşdu. Bəlkə də müəllimlərim qədər onun üzərimdə haqqı çoxdur. Amma digər sahələrin hər birində 80-90% deyərdim hətta. Hər birinə o qədər köməyim, dəstəyim dəyib ki, yəni bir sual verdilər WhatsApp qrupunda. Yəni bircə sual verilən kimi saniyəsinə cavab verdim, saniyəsində kömək eləyirdim. Yəni özümün oxumalı olan vaxtıma mən onlara daha çox kömək eləyirdim. İnanın ki, nəticə necə oldu? 14 nəfərdən deyim sizə, maşallah olsun, 11 nəfəri 600 balı keçdi. İndi də hamı ilə aram çox yaxşıdır. Amma ki, 3-4 nəfər 600-ü keçmələrdən biri də mən idim. Biri sürüşdürmə eləmişdi həyəcanla əlaqədar. Yəni qəti də onda bir şok keçirtdim ki, yəni əslinə qalanda mənim bazam olsun, mənim məntiqi analitik düşüncəm olsun, mənim suallara yanaşma tərzim, cəhdliyim olsun, inanın ki, onlardan çox güclü idi. Sadəcə bilirsiniz necə, o qədər ki, özümü kənara qoyub onlara çox dəstək oldum ki, nəticələr maşallah, yəni pis mənada demirəm qəti, tanıyan olsun, şagirdlərim hamı tanıyır ki, kimlənsə bağlı paxıllığım qəti yoxdur. Sizə məsləhət olaraq vermək istəyirəm ki, xahiş edirəm, özünüzü birinci yerə qoyun. Birinci yerə qoymaq çox önəmlidir. Yəni, əsas sənin dərsin, əsas sənin məqsədlərin, sonra digərləri. Bax, bunu yadda saxla. Elə olanda mənə inanın ki, kimsə bunu axıra qədər bu izah deyirəm, o qədər izah eləmişəm, öküz vursun məni də. Yəni, bu məsləhətlərimə əməl eləyən şagird həqiqətən xeyrini çox görəcək və görənlərini də çox istəyirəm ki, komment bölməsindəki baxım, yəni zaman ayırmamın, yəni bu qədər özümlə bağlı həyat təcrübələrimin paylaşmamın xeyri oldu mu ya yox. Həqiqətən də fikirləriniz mənim üçün çox önəmlidir. Və izləmə sayından da görürəm ki, şagirdlərimizin həqiqətən buna çox ehtiyacı var. Dərs izahları kifayət qədər onsuz YouTube kanalımda var. Buyurub baxa bilərsiniz təbii ki də. Amma indi görürəm ki, abituriyentlər üçün həmçinin də motivasiya da çox önəmlidir. Bacardığım qədər yenidən vaxt olduqca çəkməyə çalışacağam. Deməli, birinci motivasiyadan düşmədik, disiplinli olduq. İkinci nədir? İkinci yazmışam. Birinci özünüzü qoyursunuz. Saata baxın, birazdan speaking dərsim başlayacaq. Hələ 36-dır. Üçüncü, kömək məsələsinə dedim. Kömək elə. Sənə kim demir ki, kömək eləmə? Yəni, ümumiyyətlə, hansı bir dostun ola bilər, səndən kömək istəyə bilər ki, misal bunu mənə izah elə. Sənə kim demir ki, eləmə? Elə. Öz şagirdlərindən də görmüşəm. Misal üçün, Jale adlı şagirdim var. 90 neçə bal yığmışdı? Ya 91 idi, ya 94 bal idi. Amma o qız çoxdan 100 balı qazanmış şagird idi. Xarakter necə idi? Mənim kimi. Şagird sual atır abituriyentlərindən biri qrupda da, müzakirə qrupunda. O saniyə cavablasın, o saniyə belə dastan izahlar yazsın. O da ingilis dili müəllimi olacaq inşallah ki. Vaxtını elə şeylərə çox sərf eləyirdi. Sənan adlı şagirdim də elə idi, Telegram səhifəsi də açmışdı onun üçün. Elə bir ki, bu şagird müəllimdir. Hamıya düzgün formada yol göstərirdi, özü qalırdı kənardan və mən onu düzgün istiqamətləndirə bildim. Dedim ki, yəni sən özün öz dərslərinə vaxt ayıra bilirsən, bu mesajları cavablaya. Deyir, yox, müəllimə yatmıram, gecə yuxusuz qalıram ona görə. Deyirəm, ona görə sən heç kim sənə deməyib ki, sən məcbursan kiməsə kömək eləməyə, bu haqda sənin bir məcburiyyətin yoxdur. O səbəbdən birinci sənin hədəflərin, sənin məqsədlərin, sonra digərləri. Yəni mən sizə demirəm egoist olun, mən sizə demirəm ancaq özünüzü düşünün, amma bu universitetə hazırlaşan zamanda çalışın ki, öz boşluqlarınız üzərində daha çox çalışın. Ondan sonra vaxtınız varsa, bəlirli, yəni limitli vaxtlarda digər tələbələrə kömək eləyə bilərsiniz. Yaxşı? Yəni bunu yadda saxlayırsınız. Yəni təbii ki də kim kömək edirsə, onun əziyyətin qarşılığını təbii ki də görür. Mən demirəm görməmişəm, görmüşəm. Kimə də nə köməyim deyibsə, halal xoşları olsun. Amma nəticəm, misal üçün, rahat 650-dən də yuxarı ola bilərdimi? Bilərdi. Yəni, mən xarakter olaraq özüm qədər digər ətrafımdakı dostlarımı da önəmsədiyim üçün, yəni, onlar məni də keçdilər, nə gözəl, amma ki, öz nəticəm bəs və sənin öz nəticən və sənin öz gələcəyin, belə şeylərdə insan özün də düşünməlidir.
Dördüncü telefon məsələsi. Bax, saat indi 38-dir, hə? Deməyin ki, 38-dir, 40-da başlayaram. Bax, o dəqiqə söhbətlərini aradan qaldırırsınız. O vərdiş kimi, adət kimi belə şeylər qoymayın ki, filan şey olsun, filan şey eləyərəm. Nə gəldi ağlına, onu eləm. Məsəl üçün, bu dəqiqə filan dərs eləməliyəm, filan eləyəcəm. Onda saata baxım, ay filan saat olsun, filan şey eləyim. Ay gedim su içim, xeyr. Yəni, nə qoydunsa başına onu elə. Və boş-boşuna yəni vaxt itirmə. Çünki insanın şüuraltısı həqiqətən elə bir şeydir ki, çox tənbəldir bizim şüuraltımız. Başımı deşdim bu arada. Nəyə görə tənbəldir? Çünki özünə əziyyətə vermək istəmir. Yəni kim ki işində uğurludursa, deməli o şüuraltısına söz keçirə bilir. Yəni dediyini eləyir, determined persondur. Onda self-confident çox yaxşıdır, yəni özünə güvən olsun. Consistency çox önəmlidir, yəni davamlılıq olsun. Yəni sən bir şeyə başlaya bilərsən, amma o iş səndə davamlı deyilsə, İlla ki, sən ondan həvəsdən düşəcəksən. Həvəsdən düşməyin də həddindən artıq çox normaldır. Sadəcə sən mənim dediyimi elə. Heç kimin, heç bir kəsin, heç nəyin belə deyim, sənə mane olmasına izin vermə. Sən başına qoyursan ki, mən bu balı yığacam. Mən bu nəticəni əldə edəcəm. Mən filan peşəyə nail olacam filan universitetdə. Yəni onu hətta yazaraq da desəniz, yəni görərək də, beyninizə yəni onu algılayaraq da nəzər yetirsəniz çox yaxşı olar. Planlama eləyin. Məsələn, filan gün, bir gün misal üçün yatmazdan əvvəl filan şeyləri elədim. Mən belə eləyirəm. Yatmazdan əvvəl plan kitabım var. Düzdür, bir 2-3 maksimum 3 ay davam eləmişəm, amma bu dəfə tam özümə söz vermişəm ki, davamlı olacaq. Nələr etməliyəm növbəti gün? Onların sıralamasını yazıram. Sonra səhər də bir baxıram nələr etməliyəm. Vaxtım olduqca tik eləyirəm nələri elədim, eləmədim ya da həmin günün sonunda eləyirəm. Onda nələrisə etdiyimi görəndə çox sevinmiş olursan və xüsusilə də mənim kimi işi, yəni çox olan, belə deyim də, dərs olsun, sosial şəbəkələrin idarə etməsi olsun, yəni insanın həqiqətən də fikri çox yayınır. Yəni elə olanda biraz fikrimizi də toparlamaq üçün düşüncələrimizi, nələr etməli olduğumuzu planlama edərək yazmamız çox yaxşı olar. Növbətim ikinci müəllim məsələsi. Mən bunu 650 plus şagirdlərimdə də görmüşəm uşaqlar. Onlar da deyirlər ki, müəllimə, misal üçün mən əyani filan hazırlığa gedirəm. Mənim onlayn dərsdən qoşulanlarımdan da bu arada olub. Deyirlər ki, müəllimə, mən əlavə təkrar üçün, misal üçün mənim sürət qruplarım olur da, imtahanı 2 ay qalmış sürətləndirilmiş formada mən o proqramı yenidən keçirəm. Həmçinin də sınaqlar da işləyirik, hər cür, hər şey işləyirik. Həftədə 3 dəfə olmaqla. İnşallah növbəti tədris ilində yanvardan başlayacaq bu sürət qrupu. Yəni ki, mən müəlliməm var, müəllimimdən narazı deyiləm. Amma sizlə də istəyirəm davam edim. Sizin də tədrisiniz, metodikavız mənim xoşuma gəlir. Sizə də qoşuluram. Yəni mən elə şagirdləri qəbul edirəm və əksəriyyəti inanın ki, tədris ilinin sonunda ümumiyyətlə imtahan cavabları açıqlananda müəllimlərin adlarını özümə eşitmək istəmirəm. Deyirəm ki, demə də. Yəni ümumiyyətlə özləri də demirlər bu arada, çox bilmişdilər. Deyirlər ki, sizdən daha çox öyrəndim, sizin yanaşmanızla daha yaxşı mənimsədim. Demirəm, o müəllimin də mənim üzərimdə haqqı çoxdur, amma sizdən də bir şeylər öyrəndim. Bu nəyə görə deyirəm? Eyni şey mənim də başıma gəlib. Mən İlyas müəllimdən də çox şey öyrənmişdim. Tarixdən yadınıza düşdü ki, bayaq danışmışdım. Amma ki, Ruslan müəllimdən də çox şey öyrəndim. Yəni mən 600-ə yaxın balımı Ruslan müəllimə borcluyam. Bu o demək deyil ki, İlyas müəllim pis müəllimdir. Xeyr, yəni ona canım qurban, hər şeydə, həmişə də hər bayramda, indi inşallah Qurban bayramı olacaq. Hər birində də onu axtarıram, yad eləyirəm. Yeri mənim üçün ayrıdır. Amma qəbul eləmədi də, yəni fərdi qəbul eləmədi deyə mən başqa fərdi müəllimin yanına getdim. Yəni sənin bir boşluğun varsa, demirəm full olaraq müəllimi dəyiş. Əgər imkan varsa, o müəllimlə paralel, hansı ki ikinci şansdasan da, İkinci bir müəllimi də götür. İşində peşəkar olan, təbii ki, nəticələri göz qabağında olan, şagirdlərindən də mütləq şəkildə fikirlərini alın ki, necə müəllimdir. Bir dəstək lazımdır. Hansı fəndən boşluğunuz varsa, ikinci müəllimə müraciət etmək çox yaxşıdır. Yəni mən bunu həqiqətən də öz şagirdlərimdə də görmüşəm, özüm də tövsiyə eləmişəm ki, hansı fəndən çətinliyin oldu, hansı fəndən aşağı yazmısan. Məsəl üçün deyir riyaziyyat. Deyirəm riyaziyyatdırsa get riyaziyyat müəllimi, ikinci bir riyaziyyat müəllimi tap və yaxud da nə bilim tarixdir, get ikinci bir tarix müəllimi tap ki, o da sənə dəstək olsun. Bu o demək deyil, müəllim pisdir, xeyr. Sənin daha belə deyim professional, daha peşəkar bir ikinci bir əlavə bir dəstəyə ehtiyacın var. O səbəbdən sən o müəllimi seçmiş olursan. Bu belə, bunu da danışdıq. Altıncıda nə yazmışam? Yazmışam ki, az müzakirə etmək. Bəli, yəni hər şeyi çox şişirtməyin. Ümumiyyətlə, ay imtahana getdim, belə oldu. Necə hisslər keçirtdim. Hamı ilə imtahan təəssüratlarını paylaşdınsa, getdi sənin imtahana hazırlaşmağın. Həm də o, belə deyim, mənfi düşüncələrini də hər dəfə danışdıqca, dilə gətirdikcə, daha da özünü geri atmış olursan. Yaxşı, ona görə bir şey, ümumiyyətlə, imtahanla bağlı deməyim, həyatda da belədir. Hər şeyi çox belə şişirdərək, danışaraqdan yanaşmaq,
kiməsə danışmaq, inanın ki, əksəriyyət insanın onun heç maraq dairəsinə də aid deyil. Yəni hörmətsizlik olmasın deyə ancaq sizə qulaq asır uşaqlar, acı bir doğru bir şey. Yəni doğrulardır insanı incidir. Yəni sizin hiss etdiklərinizi sizdən yaxşı heç kim başa düşə bilməz. Ona görə çalışın ki, öz problemlərinizi, öz nə narahatlıqlarınız varsa, özünüz həll etməyə çalışın. Yəni həm də qarşındakı insanı tam tanıya bilmirsən, tam güvənə bilmirsən. Yaxşı olar ki, ya psixoloji kitablardan dəstək ala bilərsiniz, ya psixoterapevtlər, psixoloqlar çox tövsiyə eləmirəm. Maksimum şəkildə sənin diqqət əksikliyin var və testi oxuyursan, söz sənə çatmır, analiz eləyə bilmirsən. O halda mən sizə psixoloq tövsiyə edərəm ki, hə, gedin peşəkar biri ilə dəstək alın. Amma belə hər şey inanın ki, öz əlinizdədir, özünüzü idarə etməyi bacarmaqdadır, düzgün dediyim kimi plan qurmaqdadır. Sonuncu olaraq da onu demək istəyirəm ki, uşaqlar, yəni yorula bilərik, isti bizi narahat eləyə bilər, belə deyim sizə. Həmçinin də inanın ki, bizdə də var müəllim olaraq. İnanın mən avqust ayından bu günə kimi, bu həftəyə kimi mənim həftə içi bir günüm belə boş olmamışdı. Bu gün 4-cü gündür də. İnşallah editləsəm bir gün, editləməsəm sabah bu paylaşılacaq. Həmişə elə olur onsuz. Mənim bir dənə bu həftə ilk dəfə 3-cü günüm full boş idi uşaqlar. Yəni səsim batanda belə dərs keçirdim. Mən öz qıymırdım şagirdlərimə ki, dərsdən yeri qalsınlar. İndi dərslər bitib deyə İlk dəfədir ki, mən bugün dincəldim də. İnsana o qədər qəribə gəlir ki, dincəlmək. O qədər gərgin bir tempo ilə işləyirsən ki, insana həqiqətən dincəlmək də qəribə gəlir. Demək istədiyim odur ki, yəni çox çalışdığımız üçün mənlə paralel, müəllimlərlə paralel siz də avqustdan, eləsi var sentyabrdan çalışdığı üçün yorulmağınız kifayət qədər normaldır. Beyin yorğunluğunuz, inanın ki, imtahandan sonra 1 aya, 2 aya belə çıxmayacaq. Bura qədər gəlmişiksə də, bundan sonraki periodu da layiqincə sonlandırmaq lazımdır. Yəni, birinci imtahanın nəticəsindən asılı olmayaraq, biz ikinci şansımızın maksimum nə dərəcədə artıra bilərik, hansı səhvləri etməməliyik, nələri etmişdik, indi etməməliyik, o haqda məncə danışdım. Əminəm ki, adım kimi əminəm ki, mənim elədiyim səhvləri edən şagirdlər həddindən artıq çoxdur. Ümid edirəm ki, hər birinizə faydası da olacaq. O səbəbdən maksimum şəkildə fokuslanırıq öz işlərimizə, heç nəyə təxirə salmırıq, kinoları azaldırıq. Yəni, hobbilərimiz görürük ki, bizim vaxtımızı çoxalır. Biraz onu azaldaq. Demirəm tam şəkildə kəsin, amma azaldır. Misal üçün, oyun oynaya bilərsiniz. Misal üçün, ola bilər. Yəni, o yaşda olan yeniyetmələr də olur. Onu belə azaldım. Demirəm tam kəsin, o da sizin bir stres atma bir üsulunuzdur. Kifayət qədər azaldın uşaqlar, yəni. Yaxşı. Əsas siz davam eləyin, geriyə baxmadan, gələcək məqsədlərinizə daha da yaxın olmaq üçün sadəcə və sadəcə daha çox çalışmamız lazımdır. Tükənmək olmaz. İnanın, hamının düşdüyü, hamının yorulduğu anlar çoxdur, amma düşünün ki, elə o an elə sənin qabağa gətirən, səni inkişaf elətdirən, səni böyüdən də elə o düşdüyün andır ki, mən özümü o qədər yorğun hiss edirəm, o qədər çökmüş hiss edirəm, amma davam eləməliyəm və davam eləməliyəm deyəndən sonra da davam edirsənsə, sən bu işin sonunda qazananlardan olursan. Amma tənbəllik eləyib deyirsən ki, əşya heç nə olmaz, canım sağ olsun, nə olacaq, kim nə deyəcək, dünyanın axırı deyil ki, deyib geri addım atırsansa itirənlərdən biri olacaqsan. Həmçinin siz bununla bərabər oturacaqsınız, əzmlə çalışan, belə deyim, motivasiyasını gözləməyən, mənim dediyim nüanslara əməl edən tələbələrin uğurlarına sadəcə uzaqdan baxmış olacaqsınız. Çətinliklərinizdən qaçmırsınız. Tutaq ki, fizikadan çətinliyimiz var və yaxud da informatikadan bilirdim, amma vaxtım çatmadı. Deməli, sürətin aşağıdır. Deməli, informatikadan cəld şəkildə sən testlər işləməlisən, deadline qoymalısan. Mən bu 10 dənə testi tutaq ki, 5 dəqiqəyə bitirməliyəm və yaxud da 10 dəqiqəyə bitirməliyəm. Bu formada düzgün yanaşma ilə siz nəticənizi də artıracaqsınız, motivasiyanızı da artıracaqsınız. İnanın ki, yəni mənim dediklərimə əməl etsəniz, maksimum şəkildə də nəticə əldə edəcəksiniz. Tək ki siz istəyin, yəni tək ki siz o məqsədi qarşınıza qoyun və heç bir narahatlıq keçirmədən, heç bir belə deyim, beyninizdə quraşdırmadan, ay birdən belə olar, birdən elə olar. O sizin sadəcə beyninizin, şüuraltınızın səksəkəsindən başqa bir şey deyil. Siz sadəcə öz gələcəyinizi düşünün, öz ixtisasınız üçün maksimum şəkildə bal toplamağa fokuslanın. İnanın ki, nəticəsi də olacaq. Birinci uğurlar arzulayıram. Artıq birazdan dərsim başlayır deyə sonlandırmalıyam. Fikirləriniz mənim üçün çox önəmlidir. Misal üçün, sizdə nələr var idi, və bundan sonra etməyəcəksiniz. Mənim videomdan sonra onu mütləq şəkildə bildirməyi unutmayın. Hər birinizə bir daha uğurlar arzulayıram. Dualarım hər zaman çalışqan, daim öyrənməkdə olan, daim özünü inkişaf elətdirən şagirdlərləndir. İnşallah ki, yaxşı olacaq. Gözəl xəbərlərinizi eşitmək diləyi ilə hər birinizə uğurlar.